Dostlar, bugün 30 iyun tarixindən mən sizi Şuşa Xankəndi yolunda bu Perevalda sizi salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Mənim bugün çəkilişim bizim öz doğma kəndimizə gedirik, Mirik kəndinə. Ancaq burada elə bir dedik ki, biraz istirahat edək, həm də bir çay içdik. İndi yolumuza artıq davam edəcək. Elə həm də dedim bir dənə video çəkişlə sizi burada tanış edeyim. Bura Xankəndi Şuşa yoludur. Böyük Perevaldır. Bu gördüğünüz Pereval. Bura 7 qat deyirdik biz. Keçmişdə biz belə demişik. Ancaq belə Rus dilində Pereval deyirlər. Bu Perevalın biz yarı yolundayıq. Burada maşınlar çox çətinliklə gedir. Sərt padyomdur, sərt yoxuşdur. Ağır tonajlı maşınlar da burada çətin hərəkət edir. Burada iş gedir. Texnikalar burada hal-hazırda yol işi ilə məşğuldurlar, yol çəkirlər. Bizim gördüyümüz bura Xankəndidir. Bizim neçə illər həsrətində olduğumuz Xankəndi şəhəri. Ermənilərin son vaxtları buradan çıxmaqları öz xoşlarına çıxdılar. Bizim demək olar ki, əsas bizim müharibə apardığımız Xankəndi yox, Füzuli, başqa rayonlar idi. Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa. Ancaq Xankəndi haqda heç bir söz söhbət getmirdi. Ancaq çox şükür bu günə ki, Xankəndi də azaddır. Bizim öz doğma yurdumuz. Keçmişə qayıtsaq bizim öz doğma yurdumuz, ana yurdumuz. Bax belə Xankəndi də hal-hazırda öz əlimizdədir. Mən bütün cəmi şəhidlərə Allah rəhmət eləsin deyirəm. Qazilərimizə şəfa diləyirəm. Allah qazilərimizə şəfa, veteranlarımızı qorusun. Allah Ali Başkomandanımızı qorusun. Bizim gördüyümüz bu Xankəndi artıq şəhidlərimizin, qazilərimizin canı qanı bahasına azaddır, öz əlimizdədir. Şükür bu günə. Bizim indi bu yoldan bir baza yenə də Şuşaya qədər yolumuz var. Az da olsa burada istirahat elədik. Gəlmişik Həsənov Əzizlə gedirik. Laçının Mirik kəndinə ziyarət eləməyə gedirik. İndi elə Əziz də buradadır, Həsənov Əziz. Bəlkə elə Əziz, bu yol sizin xətrinizdə necə qalıb? Keçmişdən bu yoldan sizdə nə xətrlər qaldı? Bəlkə biraz o barədə də deyərsən. Allah nə deyim, Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə uzun ömür versin, can sağlığı versin. Şükür bu günə, Allah bu günə şükürlər olsun. Bugün gəlmişik öz yerimizə, öz torpağımıza, Xankəndimizə, Şuşamıza, Laçınımıza, bu günlərə şükürlər olsun. Çox gözəl, çox yaxşı. Adam ürəyi açılır, təzə yollar çəkirlər, təzə işlər gedir. Böyük yollar çəkilir Şuşaya. Şükür bu günlərə. Allah şəhidlərə bir daha rəhmət eləsin. Mən bir də əlavə eləmək istəyirəm ki, Əziz, bax, belə bir dənə şey deyirlər ki, gələcəkdə bizim kəndlər də dağılıb təzədən yenidən tikiləcək. Mən buna birbaşa narazıyam. Yəni ki, mənim ürəyimcən deyil. Niyə? Denən niyə? Mən də belə o fikirdəyəm ki, bizim yerimiz dağ yeri olduğu üçün dağ yeri söküb deymək çox çətindir. Həm də ki, görkəm itir. Yəni əvvəlki qaydada kənd görsənməyəcəkdir. Yəni kənd üsulu itir. Mən də sizə bax buradan bir dənə kəndi göstərirəm. Mən açığı bilmirəm bu kəndin adı nə kəndidir. Xankəndidən biraz aralıdır. Deyə bilmərəm hansı kənd. İndi mən yaxınlaşdıram, siz də baxın. Görün nə gözəllikdə kəndin görünüşü var. Belə adam baxır heyran olur. Yəni ki bu gözəlliyə. Bax gözəl kəndin kənd forması budur. Mən bunu demək istəyirəm. Nəysə, bax belə. Gördünüz də bax bu yolda maşınların gedişi çox çətinliklədir. Perevaldır, sərt padyomdur. Əziz, başqa sözün yoxdur? Başqa yox, şükür Allah'a, yavaş-yavaş işlər gedir, hər şey düzələcək, qaydasına düşəcək. Şükür bu günə, getdik öz torpaqlarımıza, öz evimizə, öz oğlumuza. Ürəyimiz açıldı, dağa döndü. Allah qorusun ordumuzu, Allah əsgərlərimizi qorusun. Allah şəhidlərimizin məkanı cənnətli eləsin. Nə deyim? Sağ ol, amin. Amin.
Bir daha Allah şəhidlərimizə rəhmət diləyirəm. Qazilərimizə şəfa. Allah millətimizi, ordumuzu, Allah Ali Başkomandanımızı qorusun. Bu videodan da bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Sağ olun, var olun.